Bakıda Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək həmin video görüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının 3 vətəndaşı Alzaman Mahdi Ali, Alqabr Muhammed Hüseyn və Alqabr Mahdi Muhammed 2 il müddət azadlıqdan məhrum ediliblər. Bu barədə hökm Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Həmçinin onlar cəzalarını çəkdikdən sonra Azərbaycandan məcburi çıxarılacaq. Məhkum olunan şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Hökmdən əvvəl təqsirləndirilən şəxslərə son söz verilib. Onlar Azərbaycan xalqından üzr istəyiblər və həmin yerin Şəhidlər Xiyabanı olduğunu bilmədiklərini deyiblər. Xatırladaq ki, dövlət ittihamçısı onların 4 il müddəti azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. İttihama görə sözügedən şəxslər Şəhidlər Xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə paylaşıblar. Alzaman Mahdi Ali, Alqabr Muhammed Hüseyn və Alqabr Mahdi Muhammed Cinayət Məcəlləsinin 245-ci qəbir üzərində təhqir edici hərəkətlər maddəsi ilə ittiham olunurlar.